Hamınıza salam aleykum dostlar, nətərsiniz, yaxşısınız? Bugün sizlərlə birlikdə FIFA'da bir mod oynayacağıq. Bir dəqiqə, bu kimdir? Mənə dəvət göndərdi. Qəbul edin, yox. Kimdir? Nəysə, mat sitə göndərmişik. Nəysə, bugünkü videomuzda FIFA'da Çempionlar Liqası modu oynayacağıq və bugün Due'ni siktir elədim takımdan. Due'nin əsilcəyi 114 idi. Onu dəyişdirib 117'lik ADM aldım. Ömrümdən çox zor kartdı. Görünüşə görə kimi sordan. Mən bunu təbii ki görünüşünə görə almadım qaqa. Görünüşünə görə əgər olsa hər gün bir karakter Allah adamda nədir? Nəysə, modumuz budur. Bir dəqiqə, bu neydi? Maşallah, nə qədər ölkə var ha. Oy zibil, ne kadar ölçü gəldi ha. Neyse. Bu. Profesyonala qoyacağım. Professional. World class qoymaram. Legendary ilə world class profesyonala qoymaq istəyirəm. Yes, qoyum. Bir dəqiqə. Profesyonaldır da. Profesyonal qoyum. Təbii ki bilirsiniz hansı komandanı seçəcəm. Paris Saint-Germain, yəni mənim ən sevdiyim komanda və hal-hazırda üstümdə paltarla çəkəcəm bu videonda. Rəqiblərimizi dostlar özümüz seçirik. Birinci oyun bizim evimizdə olmasın. Birinci oyun həmişə onların evində olsun. Mən özümüzə bura qoyuram. Barcelona. Baxın. Bura qoyuram. Münheni bura qoyuram. Ayrı-ayrı yerlərdə olsun takımlar. Yox, Münheni bura qoyum. Bax, bura başqa kimi qoyum qaqa. Liverpool, bura başqa Arsenalı, bura başqa, bunu da bura Real'ı qoyaq. Bura başqa City'ni, bura Bayern Münih City, yox, bir dənə birinci güclü komandalar qoyaq, sonra düşənlər bəxtə bura Chelsea-ni qoyaq. Da məcburi bura City-ni qoyuram. Burada Bayern Münih rəqibi şey olmasın ya. Yəni mənim rəqibim yox, bura Galatasaray, qaqa, bura qoy Barsanı. Buradakı Galatasaray qoy. Yox, Galatasaray bura qoyma. Galatasaray ilə Chelsea oynasın. City ilə Leverkusen, Arsenal, Atalanta, Liverpool da Spurs, mənlə şey oynasın. Mən bunların aslında hamısını oynamışam, Sporting'də oynamamışam bunu qoyaq. Hamısını da qoymuşam bu modda. Bu da Glimt oynasın bundan. Bundan da Newcastle. Bundan da bu. Yəni, əla bir qəşil şey oldu. Nəysə dostlar, videonun içində masa görüşərik. Dostlar, video gəldim. Açdım onu və arxada da Çempionlar Liqası mahnı falan var, baxın. Arkada işləyiniz kimi azarkeşlərimizin səsi var. Bunu özüm olmuşum azarkeş. Hamısı Paris'dir. Əsmə səsini azaldı. Azarkeşlərimiz hamısı Paris'dir və qol atanda qol atan oyuncunun adını bilir. Bu şeyi də özüm bayaq tapdım. Çox zor şeydir. Neynirsən? Barkolyasən? Neynədin? Ay bilə. Düzəlməli oynayalım. Qəşək. Video çox uzun olacaq. Çünki şeyə qədər eləyəcəm. Finala qədər. Nə vaxt yəni udursa, ora qədər çəkəcəm. Mən finala görə biləcəyim. Mən profesyonel modda finala çox vaxt gələnməmişəm. Gəlmişəm, o da ki bəzən time'lar. %50 finala gəlmişəm. Həm %50 gəlmişəm. İnşallah videoya özəl də gələrəm finala inşallah. İnşallah da çempion olsaq daha bomba olar. Mən finala profesyonel modda çempion indiyə qədər 2-3 dəfə olmuşam. Və Dembele. Birinci qolumuz Usman Dembele'dən halaldır qəşək. Allah.
Eşitdiniz yəqin. Dembele deyə amma qışqırdı. Yəni dostlar, ürəyim belə arxadan qoymaq istəyir o şey, amma mən onu qoysam əgər mən danışamayacam, səsimi eşitməyəsiniz. Ona görə hələlik oynayır. Bırax. Onu mən tək özüm oynayanda da. Sonra daha yaxşıdır. Duet sürət açdı. Oradan Janeviş. Ay. Olmaz. İkinci isə Barkolon yerinə Xvaran salaq. Yəni demək olar ki, elə indi bitir. İlk isə Bilməsəm bizdən hal-hazırda oyunda dueti. Bir də gol! Allah! Bu qolu dostlar düzün deyə duya sayılır. Çünki baxın asistə bax indi. Asist zorda ama Joneves lox onun nətər atamadı amma halal fəxr yəni Rüzə 2-0 qəşəng Xavaranda salona getdi. Gəldim dostlar, aranı dayandırdım, boş şeylər dayandıracağam. Və bir dənə də Məmmədov adlı qaqaşımız var idi, o durmadan deyirdi FC videosu çək, FC, qaqo, ona özəldə özü FC videosu çəkirik. Ya bu FC videosu ona görə çəkmirəm, özüm çəkmək istəyirəm normalda, özüm istəyirəm. Çünki kanalın açıqlamasından da baxa bilərsiniz, demişəm kanalımız Brawl Stars videoları təbii əsas Brawl Stars, amma demişəm ki başqa videolarda, başqa oyunların da videosu çəkəcək. Janevet çıkmayıp Osman. Ay Zibit, neyi kaçırdın Dembele? Due Fabian Ruiz kabul eləyə sen. Ay Zibit. Heç olmaz qəşəng gedirib qapıçılarına özə həqiqətən halal olsun. Sportingin qapıçısını aldı. Allah bilir Realda heç belə olmur. Mən bilən Dembelenin yerinə Gonçalo Ramos girdi. Eləmi? Bilirdim də. Nəysə, əsas o ki Dembele yenə də qəşəng oynadı, düzündür. Ay Zibil. Ay loxlar öz evlərində uduzurlar da bizə. Öz evlərində uduzur sizə qaqa. Oha, mən orada niyə sürüşdüm qəşəng? Sürüşməmişlər bir şey qam. Onlar isə öz evlərində oynayırlar da bu oyunu. İlk bu oyunu. Öz evlərində uduzurlarsa mən öz evimdə bunları nə yaşatdıraram. Ay bilə. Ay da taş qapıdan çıxarım. Deyirlər Safanov. Uzaqlaşdır topu. Utduq ilk oyunu. Dostlar, bəli dediyim kimiymiş elə biz öz evimizdə udmuşuq Sportinqi. Mən demişəm onlar öz evində uduzur və Chelsea öz evində Galatasaray öz evində 2-0 udub. City öz evində Leverkusenlə 1-1. Arsenal öz evində Atalantanı zar-zor udub 2-1. Liverpool Boynieri soxdum öz evində 0-0. Bodo Glimt öz evində zar-zor 1-1 bərabər qalıb. Real öz evində 2-1 utsub. Barça öz evində 3-0 atdı. Bu evdə yerə soxmayın hamınızın. Bir dənə Galatasaray hal aldı. İlk oyun mənim evimdə oldu da. İndi ikinci oyun bunun evində olmalı Sportingin. Daha eləməyib də indi biləcəm. Bəli. İkinci oyun Sportingin meydanındadır. Gördünüz. Mən elə bilim bizim meydandır. İndi meydan da biraz qəribədir onlar meydan deyib. Allah başlayaq. Comeback etmə şansları var. Yəni az deyil. Hələ öz meydanları deyə qəşəng oynayırlar. Bunlar nə qədər dostlar bot olsalar da professionaldılar və professional klublar öz evlərində yaxşı oynayır. Məsələn, görürsün pastajmaya bax qaqa. Fabian Ruiz. Allah türmə. Barkola.
Qəşəng. Ay ay ay. O gol olsaydı amma Allah haqqı halaldır deyəcəkdim da çox zor gəlmişdim paslaşıb. Ayda, niyə mən belə atdım? Kəş dayanardım. Sola dönüb atdım. Ay ay ay. Dibimdən keçdi. Dəndiksə dirəyə dəydi deyəsən. Heç olmaz. Ay bilə. Nerede? Buna verək. Hakimiyə. Da, Barkolov, niyə sən boynunda xaladın? Dembele. Nöqtəni qoyduq da. Hoqqa verir qaqa. Real həyatda olduğu kimi oyunda da hoqqasını verir də bu adam. 3-0-da nöqtə qoyduq nöqtəmizi. Buradan onu çevirmək üçün bir möcüzə falan olmalıdır. Deyirəm axı möcüzə penalını verə bura. Penalını verə bura Araujo. Araujo Barçada oynamır. Deyəsən başqa Araujodur bu. Nəysə penal deyil və gol! Golun gözəlliyi də çox zor oldu axı. Bilmirəm yaxın olsa çox zor oldu axı. Ayala vurdum Vitinha. Dirəkdən ayala 4-0 ümumi. Toplam 4-0. Ayda video çox uzun olacaq ha, onu deyirəm. Oy zübür. Qaq işgəncə eləyirəm. Adam öz evində. Mən öz evimdə 2-0 duram. Onların evində 2-0 yox, ilkisi 3-0 duram. Bu nə şaşdı. Neysə. Gəldik dostlar. İkincisi başladıq. Ümid edirəm videoya baxarsınız sona qədər. Baxmırsınız heç nə olmaz. Canınız sağ olsun deyirəm. Kiko, neymiş? Yani buradan Desiro'ya. Ay süper. Yox, Gonçalo vız qırtsın ədəlikdən belə qalsın hava. Arkadaşlar, Allah da deyirəm, bunlar axotdular da o elə də. Uduzdurlar elə də deyirlər ki, yox, oynayacağım. Bundan sonra rəqiblərimiz güclənəcək. İlk oyundakı rəqiblər belə ala bilir. Belə asan, əlasan gol olsa, ay! Çox zor olardı, ancaq ofisək gol olsa belə sayılmayacaqdı. İlk oyundakı rəqiblərimiz belə asan oldu, amma bundan sonraki rəqiblər çətin olacaq. Trivella vuracağım. Neyse qaqa. Maçı qısaca udduqsayaq. Udduq da. Mən dostlar da artıq bu maçı udduq demək olar. 5-0'dır qaqa, 5-0. 5-0'dan buradan ona görə videonu dayandırıram və deyəsən 6-0 oldu. Neyse dostlar videonu dayandırıram. Çünki uzun olacaq. Gedirəm maç bitdən sonra açacağım. Dostlar maç bitdi. Saçı çox hopmuşum. 4-0 udduq və dostlar görərdiniz orada bir dənə qabağını atanmadım. Videonu sıfırlayacaqdım ki 5-0 oldu ancaq atanmadım qabağını. Duya atanmadı özdə. Amma bu oyunun ulduzu qaqa. Rahat duyaydı da qaqa. Bir asist 2 gol. MVP duy olmalıdır. Nətə üzə rahat. Nə oldu abi? Dəqiqə hər düzəldi. Dedim də duy olmalıdır bu oyunun təbii ki.
Deyinə buna bax qaqa. Buna bax qaqa. Oy zübü. Galatasaray boyuvu yerə soxum. Chelsea'nin evində 2-0 udursan, öz evində də 4-0 uduzursan. Loxsan Galatasaray, loxsan. İndi gələk City qəşəngdir. Zar udubdu 1-0. Arsenal 2-1, ümumi 6-3 udub. Ay zivir Liverpool loxdu ya, uduzub 1-0. Yarıfinal Bayern Real. Realda da normalda Bayern qoymuşdu. Görsən oyunda kimi dara. Bayern Real'ın comeback eləyibdi. Real'a vağoya comeback eləyibdi. Barcelona boyunu yerə soxum. Öz evində də rəqib evində uduzub ümumi 5-0. İndi qısaca qaqa qolları atan, qol döşəyən iki komandası olacaq da. Sporting, yəni yox, nə oldu la? Hə. Paris, yəni mən 6-0 qoymuşam Sportingə. Atletico da Barça 5-0 qoyub. Yəni hal-hazırda ən çox qol atan iki komanda mənlə Atletico'dur. İndi elə qəşəng oyun alınacaq. Dostlar, amma oyun nədən onların meydanında olacaq oyun. Bizim meydan deyil, onların meydanıdır. Onlar öz meydanlarında görən nə edəcək. Yəni onların öz meydanı deyə güclüdülər deyə udma şansları çoxdur, ha, çoxdur. Çoxdur deyirəm də. Amma öz meydanlarına oynayırlar. Plusda ki, rəqiblərimiz güclüdür də buradan sonra. Sporting də güclüydü, amma Sporting nədənsə qazalaq kimi qoyduq. Nə bu lafa nə bot? Hesab edirəm ki. Qardaş, nə olar düzməyək? Komanda düzməyək. Komanda deyil bu komanda. Eşək. Allah. Allah. Qəşəng. Ay, dibindən getdi Barkola. Nəyə atanmadın sən? Bredi Barkolaş. Nəyə atanmadı? Ala bu. Aha. Ay, bloqa çıxamırıq atağa. Bunlar öz meydanlarında at kimi oynayır, maşallah. Ay zibil. 2-0 nədir? Buradan comeback atma şansımız da var aslında. Amma da nə bilim. Ya da çox çətindirlər. Ay zübü. Bak xarasıyla gir oynadı. Səbləşirəm. Xarasıyla girdi oyna. Dostlar, baxaq görək indi nə olacaq. Biraz taktika ilə gedək, yəni paslaşaq. Bizim paslaşmamıza soxaq. Qaqa, şövaliyersən, yox, Safanovsan, nəsən, qəşəng, 2-1, əla. Safanovsan, nəsə bilmirəm bizim qapıcı. Birinci qolu bildim, ikinci qolda çıxdın qabağına, nətər yedin qaqa. Qəşəng, yəni, şötü, azaltdıq şötü. Qəşəng. Qəşəng. 2-2, 6 dəqiqə 2 qol atdıq.
Əlasız. Sən Allah oyna Due. Çox zordur da qaqa. Dembele asisti Due verdi. Yəni bir asist, qolunu da atdı, çıxdı. Bir qol. Yəni qaqa maçın oyuncusu ola bilmə şansı çoxdur. Comeback gəlirmi yoxsa? Yoxsa comeback mi gəlir? Oy! Oy 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 oy. Və comeback! Comeback! Dedim axı bu burada bitməyib. Dedim axı bu burada bitməyib. Dedim axı mən bu burada bitməyib. Alsa comeback öz evinizdə comeback. Qarabağ Benfica oyunu yaşadırım sizə mən. Allah bir comeback. Ayda saç qapısını sardım. Çır qapıya, nə olar? Neysən? Qaşa, şükür. Qol saydım, minmişdim də səni, mən Safanov, sən minmişdim. Ay bilə. Nəysə dostlar, indi sonraki şeydə görüşərik. Dostlar, və maçın ulduzu Dembele olub. Bilmədim yenə. Şimdi Dembele də yaxşı oynadı, pis oynamadı. Oy belə baxın. Chelsea City ilə öz evində bərabərə qaldı. Arsenal öz evində 2-1 udub. Bayern öz evində 3-1 udub. Normaldır Bayern yəni öz evində güclü komandadır. Nəysə. Atletico öz evində bizə 3-2 uduzdusa əgər biz onların evindən neyiniyərik də təxmin elə. Gəldik dostlar, gəldik. Bir dəqiqə gözləyim, bir dəqiqə. Mən bunların hamısını azaldım. Keçdik videoya. Oy bilə, video 22 dəqiqə deyə. Ay. Barkola da. Yaxşıdır, qardaşımsan. Desert me, please don't desert me. Oy, əgər əlzat bir şey olsaydı, o rahat əl idi ha. Yəni, FIFA əl deyə bir şey yoxdur. Amma olsaydı eğer o rahat əl idi. Pas ver. Oy. Mən yenə dayanıb atmadım da. Qaqa, əziyyətlə comeback atmışıq. Buradan da tutmarıq. Oyda! Oblak niyə Barkola şut atanda prime atır? Yazan bir gol yoxdur ya, hazırda oyun video ərzində. Fabian Ruiz'in 3 gol var. Barkola'nın 0 gol var. Şeyh Mendes. Ağlasan. Süper. Yukarıdan gelen mesaja göre bağışlayın dostlar. Şimdi uzaklaştır. O bağıştır. İlk hissə bitdi və Xıvara aid Salah oyunu. Gəldim dostlar, başladıq ikinci hissəyə. Hala şot bərabərədir.
Hal-hazırda ən çox qəşəng gedən, irəliləyən iki oyunçumuz var komandada, komandanı daşıyan. Doué, bir də ki, deyinə bu Dembele. Ay bilə. Hayda. Sana deyirəm, onlardan indi birdən bizə qol gələcək. Oy belə. Oy süper. Altını qoydu o. Ayda nə olar, yaxşı belə pis. Top ayağıma keçən kimi fırlandıracağım. Ha, haram bal. Ya haram bal deməyək ya da. Şərəfimizlə oynayaq. Bitti də. Bitti qardaşlar. Bu oyun bitti. Bitti. 1-0. Bu komandanı bu videoda çempion edəcəm. Yəni mən hal-hazırda bu modda dedim sizə 2-3 dənə çempion olmuşam. İkisini də PSG ilə oynamışam. Ya birini Barça ilə, birini də PSG ilə oynamışam. Əgər bu gün də bu modda çempion olsam, 3-cü dəfə çempionluğum olacaq. Məncə oyun uzudu Doué yox. Dembele olub ha yenə. Açı. Amma qəşəng oynayanda Dembele düzündür. Oy zübül, rəqibimə bax da. Deməli Chelsea 1-0 tutub, yəni gəldi finala. Arsenal bu oynayıb soxduğum. Uduzubdu Tottenham'a. Tottenham qəşəng comeback eləyib zarfassız. Bayern Münih də 3-1 öz meydanında, Real da öz evində 1-1 bərabər. Yəni Bayern Münih 4-3 umudub. İndi qırğın oyun indidir. Əsas da elə normalda qoymuşduq. Oyunda da qoyacağam və gedəcəm filan. Amma indiyə qədər bəlkə də ən çətin mənim rəqibimdir də bu Bayern Münih Çempionlar Liqası mod ərzində. Çox çətin oynayacaq. Özü də onlar öz meydanında oynayır ha. Uy bu da yəni pis şey. Odur, bax onlar öz meydanında oynayır. Nəysə, buna bax qaqa, at kimi oynayır. İşte bular. Sürət at, Doué. Sürət at. Başından. Sağ pozisyon da yoxdur. Gol. Osman Dembele. Bayern'in atasıdır da. Bayern'in dədəsidir. Hayda. Barkola get də qabağa. Şey. Ay sən boyu bir yerə soxun Barkola. Lan loxsan. Oy. Yazan çıxır ya, Luis yazan çıxır. Ana vurdum. Elə biləm də, görəsən elə bilir ki. Başqa şey. Ayda. Qaqa dipdən vurmuşdu, niyə onu sən? Onu nətər atamam, çolaqsan. Şokdayım Bayern Münihə bir qol attığıma görə. Mən ömrümdə də Çempionlar Liqasında ilk dəfə Bayern ilə oynayacağam.
Yazam yox, oynayıram. Və bunu duduram özü professionalda. Mənə şoka salın. Oldu! Oy sibi! Qaqa, asistə gəl. Kim idi bu asistin? Barkola, əla. Dembele'dir də atasıdır da Bavariyanın. Deyirəm də qaqa, atasıdır da bu komandanın. Bayern atasıdır da bu. Bitti ikisi. Gəldim dostlar, elə ilk sən bitməni gözlədim və bitdi. İkincisi başladı. İlkisi 2-0 gördüyünüz kimi qoyduq. Barkolan əla asisti ilə. Dembele'nin əla daş kimi vurdu o. Şutla Neuer şoka düşdü, Allah bilmir indi nə eləyə. Ay belə sövlə düşdük. Ay. Oh, qorxdum. Allah görəm, qorxucu gol oldu. Oy! Ayda. Duetsə Likangin girir. Likangin. Hədə məncə final. Bilmirəm, gələ bilərəm finala görəsən mən. Finala gəlsəm rəqiblərim çox saçmadır. Chelsea ilə Tottenham. Chelsea-ni qaqa bildim də Tottenham nədir? Şey. Hayda. Kudurdu bu. Sibil. Şey. Sıxda top. Da zırt çevirərlər. Zırt. Formamın qolunda UEFA Foundation yazılır. Çox zordur. UEFA Foundation yazılır. Ay zibil. Ay. Çox pis oldu bu qol yeməmiz. Çox pis oldu. Yəni bizim bir əmi onların evində 2 burada, öz evimizdə yəni, birazcıq daha yaxın. Yəni qol ataraq biraz da şey olurlar da, yəni. Nətər deyim. Özlərinə gəldilər. Çünki deyirlər də bir qol şeyimiz qaldı. Gerdən aşıq bir qol da atarıq. Amma qaqa, yer gəlin biz indi öz meydanında Parc des Princes stadiumunda da deyəsən Parc des Princes stadiumunda udacam və oyunun ulduzu Barkol olub. Yəni Dembele olmadı, amma Dembele'nin o 2 qolu da Barkola sayəsində atmışdı deyəsən. O yüzden Chelsea 3-1 qoyub Tottenham'a. Tottenham amma öz evində oynayacaq indi. Comeback edə bilər, biz öz evimizdə oynayırıq. Mən qaqanız belə üstünə PSG forması gələm oynayıram. PSG-ni çempion eləyəcəyik də qaqa. PSG-ni bu il çempion. Komanda 2021-dən tuturam mən. Mən çox dəyərli komandadır və Mbappé-yi Neymara görə tuturdum. Messi'yə falan görə tuturdum. Əsas da Mbappé-yə görə. İndi isə elə o vaxtdan qalıb tuturam da. İndi işimə görə tutmuram, elə o vaxtdan tuturam. Ay çıx qapıdan. Çıx. Qaşay. Ay spil. Ay da. Olmaz da qaqa, burada olmaz da. 2-0-dan 2 elədilər. Erkən zəhləm gedir, yoxdan zəhləm gedir.
Eşşək. Usman Dembele. Qaqa, ümumi 3 şuduran Bavariyan 3 qolda Dembele atıb. 3 qolda. 3-ün də üstünü Bakkuş verib. Yəni Barkolada. Ay zibi, çıx. Çıx da. Bu nədir? Qoy sevinəyin nə qaqa? Sevinən bilməyim, sevinənməliyik. Da Dembele onu da qola çevirsəydin. Sən öl deyirəm. Oy zibil. Oy. Sonra qorxuram topu bizim meydan ətrafında oynatmayaq. Hayda, Davis bu qoyun maçı oynan, banım oldu. Sonra Kvaratskhelia tez salın bu dəfə oyuna. İkinci hissə yox. İlk hissə bir dəfə salaq. Hücumda amma kadromuzu dəyişdirəcəm. Qaqa, öz meydanımızda düzməyək bunlara. Hər şey o 2-1 olanda atılan o Laimerin atdığı o qoldan sonra oldu ya. Başla tez. Oy, sıçdım ladına. Oradan sən atansan, sən haqqına bilsən nəsən. Bilmirəm. Sürət taşdı da bu. Oy oy oy. Buna demirik də Bavariyanın atasıdır. Demirik də Bayern'in atasıdır qaqa. 2-2. 4 qol atmışıq ümumi. 4-ünü də atıb, atır dayanmır. Osmanlı da bu. Belə də Kvaratskhelia Allah girən kimi asist elədi. Mən niyə həmişə sevinəndə onlar da qol atır, öz atanla Harry Kane atır. Lə. Olmur axı belə qaqa. Bayaq Dəfəndə öz taktikasını kəllə halı alınmadı. Qəşəng. Xeyr, mən ona verdim. Top ayağımıza keçsin, oynadaq öz ətrafımızda ki, qoy yenə də rahat gedək finala. Əlasan Əşrəf. Hakimdəyəm. Çıxma. Hə. Sərf qapısını çıxarırdım. Oynadaq öz ətrafımızda topu. Oynadaq. Ayda! Top alsız. Qosa Joalev sən minəcəm ha. Ay Semir! Joalev sıqır takımına. Allah qıbdan gözü Zaire Merini salmasam mən uğraşım. Bir dənə qol. Gir də. Zaire gir. Jonevis'e görə yedikdə də sonra görürüz. Topu ayağını saxlayamadı, düşürtü getdi. Qaqa, həyəcanlandım. İşte uzatmaya gedirik. Özü necə bir takımdan, defansa və daha çox da bundan sonra önəm verək, defansif oynayaq. Qəşək. Həyəcanlanmadım, oynayım,
Heyecanlanmadan oynayım. Belə axıra qədər gedək. Qəşəng, qəşəng. Allah haqqı ürəyim ağrı deyə. Ay zifil, o nə ştıydı tutdu. Uzaqlaşdır. Uzaqlaşdır. Hə. Şura. Çoxlu həyatda dəyişən deyirəm. O Chevrolet zır satarım. Chevrolet neydi? Chevalier. Mən Chevalierə dasa Chevrolet deyirəm. Chevrolet. Mənə deyirlər, bəli. Təvəzzə gördünüz. İlk isə top bizim ayağımızda heç olmadı. Ancaq olar. İndi də ancaq olar. Top bizim ayağımıza keçmir, qaqa. Yoxsa hər şey burada bitəcəkmi? Bitti. Hər şey burada bitti. Əziyyətimizə yazığımız gəlir deyə. Burada bitməsi üçün tezliklə xay qaqa. Qaqa, mən belə bir şey eləyə bilərəm də, düzdürmü? O üzü bilə, dəqiq dostlar gözləyin. Dostlar, uduzduq da axırıncı oyunu gördüyünüz kimi. Bir dənə baxım görüm, Chelsea Tottenham finala kimi getdi, uduzduq. Mən orada çaşıb çıxdım oyundan. Əlim dəydi, çıxdım. Və orada bir dəqiqə deyəndə də otan qardaşım deyirdi. Dedim ki, bir dəqiqə sizə deməm, qardaşıma dedim. Of, baxaq görürüz hər zibil. Amma çox qəşəng gəldi yaxı. Çox güzel gəldi. Düzünlüyüm çox yaxşı oynadıq. Halal olsun yəni də komandamıza. Vira etsən nə istəyirsən qaqa mənə. Bir dəqiqə. Am kim gəldi? Ooo! Oy süper. Qaqa bir dəqiqə. Mən oyundan çıxdım deyə şey oldum. Azad şeyləri. İndi bayaqçı bir dəqiqə. Ne olsak da. Bayaqçı oyunu təzədən elədik dostlar. Çünki bayaqçı oyunumuz alınmayıbmış. Əslində biraz yaxşı oldu çünki uduzurduq. Nəysə amma yenə də şimdi olub da. Kim oynayacaq? Bütün gücümüzlə. Başa defansif oynayaq. Oy. Təzədən açacağım videonu. Düzləmirəm Azad. Uduzduq dostlar, Allah'a emanet.